Allah kömək eləsin bizə ki, səbr bizim mədəniyyətimizin bir ünsürünə çevrilsin. Təəssüf ki, ən səbirsiz xalqlardan biri də bizik. Həmişə biz xalqımızı tərifləyirik, hərdən bir tənqid deyilək də. Tənqid pis şey deyil. Tənqid ümidsizlik üçün deyil, ümidin yaranması üçün. Çox səbirsiz xalqıq. Hər barədə. Bu, hər yerdə özünü göstərir. Gedərsən ziyarətə, hamı dayanıb növbəyə, sakit, biz gedirik, orada yol axtarırıq ki, keçək, gedək, tez çataq ora. Təyyarə dayanır, deyirlər ki, bir yarım saat yox, 15 dəqiqə, 10 dəqiqə oturun, durmayın ağa. Yox, biz mütləq durmalıyıq, o çantaları dağıtmalıyıq, eləməliyik. Mütləq biz gedək, qapıdan birinci çıx. Ay valla, onsuz da çıxacaqsan 5 dəqiqə oyan bu yanına. Yenə də çıxıb bayırda gözləyəcəksən. Mütləq biz orada nəsə yaratmalıyıq. Hərdən də baxmışam ki, bəyənmədiyimiz bəzi xalqlar bizə gülür ki, bunlar hardan gəlir? Bunlar nə vəhşidirlər, bunlar nədirlər? Növbətsə növbədə dayanmaq lazımdır. Bir 10 dəqiqə səbr eləyib, gec durmaq lazımdır. Bunlar xırda görünür ki, məsələlərdə, amma bizim mədəniyyətimizin təəssüf ki, tərkib hissəsinə çevrilib. Bunlarla ciddi şəkildə mübarizə aparmaq lazımdır.